Salamlar hər kəsə. Biz bugün Bəxtiyar Vahabzadənin Şəhidlər poeması haqqında danışacağıq və əsər haqqında ümumi məlumat verim. Həyatı əks etdirmə üsulu baxımından biz buna lirik epik növ deyə bilərik. Lirik epik növdə yazılıb. İkinci məsələ poema janrındadır. Bənd şəklindədir, amma bəzi hissələrdə biz görəcəyik ki, sərbəst şeir əlamətləri də var. Bənd şəklində yazılsa belə, heca vəznindədir bu əsər. Və əsərin mövzusu 1990-cı ildə baş vermiş 20 yanvar hadisələrinə həsr olunub və ideyası da elə ona uyğundur ki, azadlıq istəyən bir millət canını fəda eləməyə hazır olmalıdır, hazır olmağı bacarmalıdır. Və iki hissəli bir poemadır. Hər hissə ayrı-ayrı fəsillərdən ibarətdir. Fəsillər deyəndə fikir verirsinizsə, başlıqlar var. Məsələn, təzadlar içində, nə istəyir bu millət, bax, bu belə olur. Hər fəslin ayrı-ayrı mövzusu var. 20 yanvar bir qırğın kimi yox, Sovetin bir siyasəti kimi təqdim olunur burada. Çünki bu əsərdə günahsız yerə öldürülən insanların, öldürən insanlara qarşı, qatillərə qarşı xalqın ümumi bir nifrəti var. Və proloqla başlayır poema. Proloqda 9 bənddən ibarətdir. Bütün bəndlərdə ay Allah sözü işlənib. Deməli, Allaha müraciət başqa əsərlərdə də var. Bəxtiyar Vahabzadənin Şəhidlər poemasına yanaşı, Dəhnamədə, Neynərdim İlahidə, İblis və Ana əsərlərində, Müsbət Fəxrəddində və Vaqifin, daha doğrusu Səməd Vurğunun Vaqif dramında da var. Birinci bənddə, proloqun birinci bəndində şəhidlərin torpağa, xalqa səcdə qıldığını, haqsızlığın üstündən haqqa körpü saldığını, vətəni sevdikləri üçün günahkar sayıldıqlarını, Allaha sual ünvanır ki, vətəni sevmək niyə günah olub? İkinci bənddə min çırağa yağ ikən özünün çıraqsız qaldığını, özü uca dağ ola-ola təpələrə əl açdığını vurğulayır. Burada müəllifin təzadı da var. Şair əlacı öz-özündən kömək ummaqda görür və yenə Allaha müraciət edərək nəyə görə özgəsinin pənah olmağını soruşur. Dırnaqarası pənah təbii ki. Və üçüncü bənddə yenə Allaha müraciət var və əl ayağının zəncirdə, başının qapazlı, sinəsinin dağlı olduğunu deyir. 170 illik bir ittifaqın bir tərəfli və talaqsız nikah olduğunu deyir. Yəni sanki Azərbaycanın Rusiyaya ilhaq edilməsi, işğal altına alınması talaqsız nikah kimi qiymətləndirilir. Dördüncü bənddə isə özünün bir çəliyə möhtac olarkən başqasına dayaq olduğunu deyir. Min gülləyə tuş olan bir ceyrana əliyə bənzədir. Başqası nə əmr edərsə ona boyun əyməli olduğunu deyir. Yenə Allaha müraciət edir ki, nə üçün mənə özgəsi Allah olub? Beşinci bənddə isə dünən şah olsa da bugün qula döndüyünü, bu torpağa hardansa düşdüyünü kədərlə vurğulayır. Allaha yenə müraciət edir ki, bəs mənim 1000 illik tarixim unudulub. Altıncı bənddə isə sərvətimizin, xeyrimizin, şərimizin başqasının əlində olduğunu göstərir. Dərimizin hey soyulduğunu göstərir, sərvətimizin daşındığını deyir. Gözümüz üfüqdə olsa da səhərimiz açılmır, deyir, Allaha müraciət eləyir və bizim bəxtimizə düşən səmada günün tutulmağıdır. 7-ci bənddə isə illərlə məhkumluğun keşiyində dayandığını deyir və deyir ki, biz özümüzə bunu şərəf saymışıq da, xoşbəxt olduğumuza görə, xoşbəxt olduğumuza inanmışıq və inandırılmışıq. Allaha yenə müraciət edir ki, düz yalana, haqq zora sən demə qul olmuş, düz yalana qul olub, haqq da zora qul olub. 8-ci bənddə isə muradımız və kamımız gözümüzdə qaldığından danışır. Bizim tək birimiz yox, hamımız görünənə yox, deyilənə inanmışıq. Bizim bu inancımız da qul olmağımıza qısa yol idi. Və 9-cu bənddə isə biraz işıq görən kimi zülməti pisləyib səhərin açıldığını zənn eləmişik. Sabirə bircə ağız banladıq deyir. Bizim banlamağımızın günah olduğunu Allaha müraciət eləyərək başqasının bizə Allah olduğunu deyir. Sabirin adı başqa əsərlərdə də çəkilir. Neylərdən İlahidə, Qızıl Gül olmayaydı da, Türkün dilində və Azərbaycan Dünya müəllim əsərlərində Mirzə Ələkbər Sabirin adı çəkilir. Nə istəyir bu millət? Gəlin bu hissəyə baxaq. İstəkləri gözündə, tələbləri dilində. Millət dənizə döndü, dənizin sahilində. Dalğalandı bu millət, alışıb öz oduna, yandı bu millət. Dilsiz sağır göylərə dirək oldu haqq səsi. Başlandı bu ölkənin meydan mübarizəsi. Biz bilirik ki, 1988-ci ildə Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində xalqımıza qarşı qırğınlar törədilirdi və bu qırğınlara etiraz olaraq və eyni zamanda yurtlarından didərgin salınırdılar. Eyni zamanda Rusiyanın müstəmləkə siyasəti, ikiyüzlü siyasətinə qarşı azadlıq mübarizəsinə bizim deməli nə vaxt başlanır? 1988 17 noyabrda, 17 noyabr dirçəliş günü sayılır və həmin bu günü elə-belə qazanmamışıq bu günü. Biz mübarizə ilə, birliklə, bərabərliklə nümayiş etdirmişik. Bu gündən sonra isə təbii ki, Rusiya bizə gözdağı vermək məqsədi ilə 1990-cı ildə Bakıya qoşun yeridir Qızıl Ordunu, hansı ki bu Qızıl Ordu vaxtilə bu Qızıl Orduda bizim ulu əcdadlarımız döyüşüblər dünya müharibəsində və
Rusiyaya dəstək olublar, Sovet Rusiyasına faşizmə görə. Ona da toxunub təbii ki, müəllif bu əsərdə. İstəklərinin gözündə, tələblərinin dilində olduğunu vurğulayır. Burada dənizin sahilində millətin dənizə döndüyünü söylüyor. Millət öz oduna alışaraq yanır. Haqqın səsi dilsiz kar göylərə dirək olur. Bu ölkənin meydan mübarizəsi başlayır və nə istəyir bu millət deyə bir sual ünvanlayır. Bəlkə canından bezib güzarandan şikayətə çıxıb. Bəlkə boş dükanları, boş mağazaları dolu görmək istəyir. Bəlkə qazandığından çox götürmək istəyir. Bəlkə maaş mənzil davası eləyir. Yəni bunlar hamısı kommunizmə qarşı idi da, sosializmə qarşı idi. Hər kəs, belə deyək, hər kəsin bir mülkiyyət psixologiyası olur. Hər kəs istəyir ki, qazandığından biraz çox götürsün. Digərləri ilə bərabər olmasın, məsəl üçün. Bu bizim millətin istəyidir. Bu bizim millətin qanunda, genində var bu bir şeylər, belə bir şeylər. Ona görə də bunu heç kəs soruşmur. Və deməli, nə edirlər? Özləri yaxşı yaşayırlar. Sovet rejiminin özü, rejim, yuxarıda oturanlar yaxşı yaşayırlar. Xalq isə pis gündə yaşayır. Belə şey olar. Yəni, necə deyək, xalqa nəsiyyət verirlər, öğüt verirlər, amma özləri tamam başqa cür hərəkət edirlər. Özlərinin yeri istidir. Və xalqı da deməli, nə edirlər? Məhkumluğa məruz qoyurlar. Məhkum göstərirlər xalqı. Yəni, sən bunu eləməlisən, sən boyun əyməlisən bizə ki, bizim xalqımıza məhkum kimi baxırlar. Millətin davasını soruşan olmur ki, bəs bu nədir, nə üçün bu millət belə yaşayır? Dilənçi kökündə yaşasa belə, yəni, onlar üçün heç bir fərqi yoxdur. Bu, Sovet rejimi üçün bizim xalqın dilənçi kökündə yaşamağının da heç bir fərqi yoxdur. Heç bir, deyək, mənası yoxdur. Amma yenə də xalq nə qədər pis halda yaşayırsa yaşasın, yenə də özünü sındırmır. Bir dəfə olsun mal-mülk davası eləmir. Yerin 7 qatından da, belə deyək də, neft çıxarılır, qızıl çıxarılır. Bunu heç kəsi yəni, soruşmur. Heç kəs bunu soruşmur ki, bəs bizim milli sərvətimizi neyinirsən, ay Rusiya? Bunu soruşan olmur. Və həmin bu torpaqların, bu ərazilərin sahibləri olan bizlərə heç kəs soruşmur ki, bəs bunu hara xərcləyək, neyniyək? Talayırlar birbaşa hər şeyi və xalqın da əməyini istismar eləyirlər. Kolxozda, savxozda olsun, xalqın əməyini istismar eləyirlər. Xalq bəs nə istəyir? Heç bunu soruşan varmı? Nə istəyir bu millət? Soruşan var mı? Yoxdur. Sərvəti özgəsinin xəzinəsinə dolur, dərisi soyulur, ləyaqətinə, namusuna, qeyrətinə toxunulur. Amma xalqın nə istədiyi soruşulmur. Bir 1000 illik, 5000 illik, 10.000 illik bir torpağı hərraca qoyurlar. Nə vaxt ki, dustağımız, öz dustağımız özümüz oluruq, üçrəngli bayrağımız da qəlbimizə sığınır. Yəni, biz onu ürəyimizdə yaşadırıq. 1918-dən sonra ürəyimizdə yaşadırıq. Təbii ki, bayrağı məcburuq ürəyimizdə yaşatmağa. Bir bayrağı qaldırmayacaqlar, yüksəltməyəcəklər ki, əgər başqa bir dövlətin müstəmləkəsisənsə. Bu azadlıq deməkdir bayrağın yüksəlməyi. Və nə zaman ki, biz bir işıq görürük, deyir ki, dilsiz ağız göylərə, dilsiz sağır göylərə dirək oldu haqq səsi, başlandı ölkənin meydan mübarizəsi. O zaman ki, özümüz olduq, öz dustağımız qəlbimizə sığın. Nə zaman ki, biz öz dustağımız olmuşuq, üçrəngli bayrağımız qəlbimizə sığınıb. Nə vaxt ki, azadlığın işartısını, bir işıq görürük, o zaman nə edirik? Qəlbimizi bir anda həmin o bayraq dəlib keçir və boylanıb ələ keçir o bayraq. Artıq əllərdə görünməyə başlayır o bayraq. Və bir məqsədə calandı, əllərdə dalğalandı. Qatil bunu görüncə pozdu cəlalımızı, qanımıza boyadı, bizim hilalımızı, yəni bayrağımızı qana boyadır. Həmən bu Rusiya imperialistləri bizim bayrağımızı görən kimi qorxuya düşürlər, xəflənirlər ki, bəs ay Allah, xoflanırlar ki, bəs bunlar azadlıq istəyirlər. Gəlin bunlara göz dağı verək, qorxudaq onları öldürməklə. Növbəti hissəyə baxaq. Təzadlar içində hissəsinə baxaq. Orada isə adı üstündə təzad nədir? Ziddiyyətlər içərisində. Ziddiyyətlər içərisində nələri verib yadda saxlamaq lazım. Birinci hissə nə istəyir? Bu millət hissəsi idi. Yəni, bizim istəyimiz ruslar üçün maraqlı deyil, xalqın istəyi maraqlı deyil. Bunu yadda saxlayın. Orada bayrağımızın əllərdə dalğalanmağı və buna görə də Rusiyanın bizə göz dağı verməyi, qanımıza bulamağı əks olunub. Təzadlar içərisində hissəsində isə burada yalana riyaya uymağımızdan, Qızıl Orduya abidə qoymağımız, amma Qızıl Ordunun da bizim qanımızı tökməyindən danışır. Yəni, biz bunu abidə qoyuruq, amma bu bizi məhv eləyir. Biz bunun üçün döyüşürük dünya müharibəsində. Həzə Aslanov kimi, sonra Əliağa Şıxlinski kimi insanlar döyüşüblər, amma onların nəsilləri, onların övladlarını həmən o Qızıl Ordu məhv eləyir, öldürür 20 yanvarda.
Yəni yalana riaya uyaraq Qızıl Orduya abidə qoymuşuq, onu xilaskar ordu adlandırmışıq. Amma Qızıl Ordu elə belə deyək də, bizi neyniyib? Günün birində qanımızı töküb. Qatil bizimlə bir o gecə həm də haqqı, həqiqəti tutdu qurşuna. Hansı göstərişlə, yəni kimisə göstərişi ilə gəlib, hansı göstərişlə gəlmiş görən silahsız kütləni, bu qıran ordu silahsız kütləni qırır. Burada Azərbaycan xalqından söhbət gedir, Əliyalın düşmən qarşısına. Baxmayaraq ki, belə deyim, silahsızdıq, əlyalınıydıq, amma yenə də mübarizə aparmışıq 20 yanvar gecəsi də. Bizim şəhidlərimiz elə belə təsadüfən güllə qabağında ölməyiblər. Onlar mübarizə apararaq dünyasını dəyişiblər. Yaralıları xilas eləyərkən, düşmənə qarşı gələrkən şəhid olublar. Şəhidlərimizin hər birinin həyatını bir-bir araşdıra bilərsiniz və görəcəksiniz ki, həqiqətən hər biri 1000 oğula dəyər igidlərdir. Valla bu dəhşəti, vəhşəti daha doğrusu törədə bilməz ən qəddar qudurğan, çıldıran ordu. Yəni bunu hətta bu Qızıl Ordunu ən qəddar ordulardan da qəddar hesab eləyir. Şər üçün nə qayda, bu şərt nə şərt, nə qanun. Bu imiş haqq kişi Qızıl Ordunun, dırnaqarası haqq kişi bu imiş Qızıl Ordunun. Şər üçün yəni fərqi yoxdur, qaydadır, qanundur, beynəlxalq hüquqdur. Bunları nəzərə almır. Elə qudurduğu üçün, qəddarlığına görə nə edir? Cəmaatı öldürür. Kimdir bəs ölənlər? İnanmaq çətin. Dünən Rusiya üçün can verənlərin bayaq dediyim məsələdir. Hansı ki, faşizmə qarşı mübarizədə bizim millət çox böyük şücaətlər göstərib. Hətta bəzən, məsələn, yaxınlarımız var ki, onlar babasının, ulu babasının veteran olmağını, necə döyüşüb həlak olmağını paylaşır. Mənim qohumlarımdan da var. SSR-nin faşizmə qarşı mübarizəsində həlak olmuş bir generaldır. Və o, məsələn, onun nəvələri var ki, onlar bəzən 9 mayda Rusiya ilə bağlı paylaşımlar edir. Bu məni qıcıqlandırır. Çünki 20 yanvar mənim gözümün qabağına gəlir. Amma onlar da deyir ki, bəs mənim babam bunun üçün savaşıb axı. Bu biraz təzaddır, gördüyünüz kimi. Təzaddır, ziddiyyətdir. Və deyir ki, həmən o can verənlərin, şəhid düşənlərin şəhid övladı əfsus eyni olur şəhidin. Yəni o da şəhiddir, bu da şəhiddir. Biz buna deyə bilmərik ki, sən Rusiya üçün şəhid olmusan, sən Rusiyanın elədiyinə görə şəhid olmusan, öz xalqın üçün şəhid olmusan. Bunu demək olmur. Çünki hər ikisi şəhiddir. Sən bir işə bax, o nəyin uğrunda, bu nəyin ancaq. O şənbə gecəsi, söhbət 20 yanvar gecəsindən gedir. O məlum gecə birdən üzə çıxdı. Bu fərq gör necə. Ədalət də, gerçək də vallahi yoxdur o gecə. Zülm, zalım əli ilə haqqı boğdu o gecə. Zülm deyir, haqqı boğur. Bu hissəni yadda saxlayaq. Deməli, nə deyəcəkdik? Zülm, zalımın əli ilə haqqı boğur bu hissədəyik. Tunç zürehli ilanlar, söhbət tanklardan gedir, onu tunç zürehli ilan hesab edilib, metonimiyadan istifadə edilib. Haqqımızı nə anlar? Həqiqəti yalanlar küncə sıxdı o gecə. Kimə deyim? Həqiqəti yalanlar sıxışdırırlar. Çünki haqq olan, həqiqət olan yalanın qurbanına çevrilir. Küncə sıxdı o gecə. Kimə deyim dərdimi? Qəsbkar namərdəmi? Yəni bizim şikayət edə biləcəyimiz bir yer də yoxdur, bir şəxs də yoxdur, bir rejim də yoxdur ki, biz deyək ki, hə, bizim qanımızı tökdür. Kimə deyək? Elə bizim başımızda oturanlar onlardır da, qəsbkarlardır, işğalçılardır. Biz ona mı deyək? 70 ilin dərd qəmi, 70 illik əsarətdən söhbət gedir. Gözdən axdı o gecə. Analar amanından sinələr oldu şan-şan. Yəni analar aman eləyir, sinələr dağ-dağı, sinələrə dağ çəkilir. Və şəhidlərin qanından şimşək çaxdı o gecə. Qara geydi bu vətən, yox ayına bir yetən. Həyata hamiləykən ölüm doğdu o gecə. Yəni biz gələcəyə, yaşayışa, həyata, gözəl həyata ümid eləyirdik, amma bizim qismətimizə yazılan ölüm oldu. Nə deyək bu vəhşətə, bu zülmə, bu dəhşətə? Allah bu müsibətə necə baxdı o gecə? Yəni Allah da bu müsibətə necə baxıb? Sanki burada biraz üsyan eləyir. Necə baxdı bu dərdə, bu vəhşətə? Yəni necə sakit qala bildi Allah Taala? Bu Neylərdən İlahidə də var idi belə bir məqam ki, məzlumların göz yaşı dərya olacaqmış. Bax bu hissələr Allaha müraciət edir ki, yəni bunları nə edirdin? Məzlumları göz yaşı dərya olacaqsa dəryaları nə edirdin? Yəni görmürsən bu qədər göz yaşı tökülür, bu qədər insan zalımlığa məruz qalır. Daha sonra bu ümumiləşdirsək belə bir hissəni, deməli bu bədxahlığın, hansı ki bizə qarşı edilənin hesabını, mənasını xalq indi anlayacaq. 70 il dırnaqarası irəli deyib yürürük, yəni həyata hamiləykən ölüm doğdu hissəsində. Əslində isə biz hamıdan geri idik. Ayılanda isə dünyanın aslan özümüzün pişik olduğunu görmüşük. Başımız tilova keçəndən sonra neçə dəfə tələ qrup xalqın
dostlarını qəsdən xalq düşmənləri adlandırırdılar. Mikayıl Müşfiqi, daha sonra Əhməd Cavadı, Hüseyn Cavidi, bunlar nə üçün xalq düşməni hesab edir? Halbuki onlar xalqı düşünürdülər. Xalq düşməni hesab edilirdi və hətta onların yaxınları da qaralanırdı. Qarayaxma kampaniyası keçirilirdi onlara qarşı. Gəlin indi bu hissələri ümumiləşdirək. Hadisələr sadəcə 20 yanvar faciəsinə həsr olunub və əsərin vahid şüd xətti yoxdur gördüyünüz kimi. Şəhidlərin keçdiyi yolda epik lövhələrlə yox, lirik düşüncələrlə şərh olunur. Burada onu da qeyd edeyim ki, erməni vəhşiliyinə yer verilməyib. Burada sadəcə Sovet Rusiyasının vəhşiliyinə yer verilir və şəhidlər tərənnüm edilir. Və 20 yanvarda insanların ayağa qalxmaqda məqsədi azadlığa inamın yaranması olur. Belə deyək də, 20 yanvarda da insanlar etiraz edirlər bu hadisələrə. Və bu da azadlığa inamın yaranmağına səbəb olur. Yəni bu qədər qan tökülüb də, bayrağımıza münasibət var burada. Əvvəl bayrağımıza olan sevgimiz ancaq ürəyimizdə idisə, sonra azadlıq düşüncəsi formalaşdıqca Azərbaycançılığın simvol olaraq əllərdə gəzməyə başlayır. Və bayraq insanların azadlıq, müstəqillik istəməyinin əyani ifadəçisinə çevrilir. Xalqın azadlıq mübarizəsinə qarşı işğalçı ölkə qətliamla cavab verir və bir zamanlar işğalçı rejimə və onun ordusuna olan rəğbətdən söz açılır ki, bir zaman xalq onlara inanırdılar, amma təəssüf ki, sonra bu inam puç olur. Müəllif həm 20 yanvar, həm Rusiya uğrunda, həm də 1918-ci ildə müstəqillik uğrunda şəhid olanlardan bəhs eləyir. Burada deyir ki, indi gəlin davam eləyək. Ertəsi Bakı küçələrindən yudular millətin qızıl qanını, yuya biləcək məcəllat görən qanla ləkələnmiş öz vicdanını. Yəni insanı günahsız yerə öldürürsə, bu vicdan əzabına necə dözəcək? Əgər o qan yuyulursa, bu bilirsiniz hansı hissəyə bənzəyir? Səsli qızda da var idi. O Qalib Şah gələndə səhəri gün küçələrdən qan ləkələrini yuyurlar, amma onlar görəsən öz vicdanlarından bu ləkəni yuya biləcəkdirlərmi? Belə deyək də, zorla gülməyə məcbur edilir bir ölkə. Onu da məhz bu hissələrə aid edir. Səsli qızı da deyilinə görə müəllif əslində orada təbii ki, Rusiyanı, Rus rejimini nəzərdə tuturdu ki, güya necə ki, sosializm qurulanda hər kəs güya xoşbəxtdir, hər kəs güya çox sevinir, imajı yaratmaq məqsədi ilə, imici yaratmaq məqsədi ilə belə bir situasiya yaratmışdılar. Və insanları güclə, zorla gülməyə məcbur edirdilər. Xoşbəxt olduqlarını göstərməyə məcbur edirdilər. Xoşbəxtlər ölkəsi və bəzən də elə Nizaminin də o xoşbəxtlər ölkəsini istifadə edirlər, sui-istifadə edirlər ki, söhbət kommunizmdən gedir. Amma belə deyil axı. Deməli, gecənin yarısı hər yan qanqada, qırmızı güllələr uçur havada. Özünü itirmir adamlar yenə, yetirir özünü haya haraya. Maşınlar bir yana, çiyinlərdə də yaralı daşınır xəstəxanaya. Baxın, görürsünüz, burada yenə təsvirlər var, amma lirik təsvirlər, təbii ki, epik təsvirlər deyil. Burada 20 yanvar gecəsindən yenə söhbət gedir. 20 yanvar zamanı, 20 yanvar gecəsi zamanı yaralıların daşınması, xəstəxanalara aparılması, hətta xəstəxanalara aparılarkən belə onlar güllə atəşinə tutulurdu. Bir ambulans var idi ki, təcili yardım maşını, onu da güllələmişdilər. Deməli, qırmızı güllələr uçur havada, özünü itirmir adamlar yenə yetirir. Yəni, soyuqqanlılıq nümayiş etdirirlər bir növ insanlarımız. Maşınlar bir yana, çiyinlərdə də deyir, yaralı daşınır xəstəxanaya. Güllə vıyıltısı bu acı səsdən titriyir, lərziyə gəlir binada. Amansız saldatlar keçirir qəsdən bütün çıraqları xəstəxanada. Baxın, işıqları qəsdən söndürürlər ki, yaralılara kömək edilməsin. Gör necə böyümüş bizə qəzəb, kin, bizə nifrətin böyüklüyünü göstərmək üçün beynəlxalq təcrübədə, deməli belə bir şey deyim sizə. Beynəlxalq hüquq onu deyir ki, heç vaxt müharibənin də ədalətli tərəfləri olmalıdır. Yəni müharibədə də nələrəsə güzəşt edilməlidir. Bu təbii ki, uşaqlara, yaşlılara, qadınlara güllə açılmaması, mülki şəxslərə güllə açılmaması, daha sonra onlara təcili yardım göstərilərkən, tibbi yardım göstərilərkən tibb işçilərinə güllələr açılmamalıdır, onlara qəsd edilməməlidir. Amma bizə nifrətin dərəcəsini göstərmək üçün müəllif göstərir ki, həqiqətən də, dərs hekayəsində də yəqin ki, görmüsünüz, həqiqətən də sadəcə yaralılara kömək eləmək istəyən həkimləri də öldürürdülər. Xəstəxanaların işıqlarını qəsdən söndürürdülər ki, yaralılara kömək eləmək mümkün olmasın. Baxın, onu da qeyd edir müəllif. Çarəsiz həkimlər İndi neynəsin? Əməliyyat gedir şam işığında. Deyir, bu gör necə böyümüş bizə qəzəb kin. Burada da göründü qalmadığında. Yəni qılıncını çıxardıb göstərir sanki Rusiya bizə. Çarəsiz həkimlər indi neynəsin? Əməliyyat gedir şam işığında. Səhər açılınca adamlar bir-bir yığılıb gəlir, qan vermək istəyir yaralılara. Baxın, səhər də bizim insanlarımızın burada
bir-birinə dəstəyini görürük. Səhər də qan vermək üçün xəstəxanalara gəlirlər, amma insaf yoxdur. Qan tökən hara deyir. Soldatlar töküldü heyaxın-axın, döyükə-döyükə baxdı dörd yana. Tutuldu bir anda xəstəxananın həyəti bağçası güllə barana. Yəni bu yaralılara belə kömək eləmək istəyənlərə, qan vermək istəyənləri də məhv eləyirlər. Görün nə qədər bizə nifrət var və mən sizə inandırım ki, bu nifrət hələ də özünü göstərir. Hələ də bizim xalqımıza qarşı, ümumiyyətlə türk millətinə qarşı rusların bir dəhşətli bir siyasəti var. Parçala hökm sür siyasəti. Bu siyasətin qurbanı olan çoxlu türk xalqları var. Çingiz Aytmatovun atasının da yəqin ki xəbəriniz var. Məsələn, o qırğız idi. Onun da atasını repressiya eləmişdilər. Qırğızlar da türk xalqlarıdır. Onlarda da repressiya olunanlar çox idi və buna etiraz olaraq məhz elə Gün var əsər bərabər əsərini yazıb. Və deməli soldatlar tökülür, döyükə-döyükə hər yerə baxıb və hər tərəfi güllə barana tutublar. Heç kəs bu sifətdə görməyib şəri. Hələ bəs deyilmiş tökülən qanlar. Yəni bu qədər qan tökülüb bəs deyilmiş kimi hələ bir yenə şər adlandırır Rusiyanı və həmin bu xəstəxanaya qan vermək üçün gələnləri də, qan vermək istəyənləri də bir anın içində dağıdır onlar. Ertəsi Bakının küçələrindən yudular millətin qızıl qanı. İkinci dəfə baxın yenə ertəsi qızıl qanı yudular deyir. Güya biləcəkmi o cəllad görən. Eyni misralar bir daha təkrarlanmış olur. Qanla ləkələnmiş öz vicdanını. Deməli, amansız əskərlər nə ilə düyümləşdirsə, xəstəxanada qəsdən bütün işıqları söndürürlər və həkimlər şam işığında əməliyyat edirlər. Adamlar yaralara qan vermək istəyirdilər. Əskərlər birdən xəstəxananın həyətini güllə barana tuturlar. Bir an içində xəstəyə qan vermək istəyənləri də darmadağın edirlər. Bu əslində Yazovun əmri idi. Qızğın başlara zalımlıq bir adəti imiş. Belə deyək də, gəlin bu hissəni ümumiləşdirək. Təzadlar içində hissəsində. Baxın, təzadlar içində hissəsində nələrdən danışdı. Bizim Rusiyaya olan rəğbətimiz, amma sonra bunun puça çıxmağı, 1918-də şəhid olanların nəsillərinin, yəni Rusiya üçün şəhid olanların nəsillərinin 1990-da Rusiyanın özü tərəfindən şəhid edilməyindən danışıldı. Zalımın əli ilə zülmün haqqı boğmağından danışdı və daha sonra dərdimizi kimə deyək, qəsbkar namərdəmi, bu da təzaddır əslində. Və bir də yaralılara kömək eləmək məsələsi, qan vermək məsələsi, amma onları da öldürmək, həkimlərin yaralılara kömək edə bilməməyi üçün işıqların qəsdən söndürülməyi məsələsi və təzədən bir də bu xəstəxanada da öldürülənlərin qanını səhərsi gün yuyurlar. Bir növ silsilə qətliamlar törədirlər və bu qətliamlar heç vaxt bizim yaddaşımızdan çıxmayacaq, unudulmayacaq. Deməli, bir növ burada əsərin orijinalında, səhv etmirəmsə, orada müəllif öz üzünü Rusiyalısına tutur. Orada deməli Tolstoya müraciət edir. Tolstoy. İndi o sizə lazım deyil deyə mən o hissələri demirəm. Tolstoyun adını çəkir və məslək varisi adlandırır. Onların irsini yaşatmağın şərəf hünər olduğunu deyir ki, onların bugünkü haqq səsini qəzetdə, sözdə təkrar edirsiniz, amma onların eşqini, əqidəsini əməldə, sözdə göstərmirsiniz. Yəni Tolstoyun dediklərini təkrarlayırsınız, amma onları əməlinizdə göstərmirsiniz. Həqiqət sözü dilinizdə yüksək kürsülərdə qol qanad açıb, amma həqiqətin özü isə qəlbinizdə yoxdur. Silahlı ordu haqq istəyən bir xalqı qırır, siz bunu görürsünüz və görsəniz belə həqiqətə tüpürürsünüz. Bir xalqın bağrına çəkilən budaq şərəfinizə ləkə gətirmir. Dünyanın qarşısında bunu amma bildirmirsiniz. Çünki bu sizə sərf eləməyəcək. Dünya istəmirsiniz ki, bunu bilsin. Ona görə də nə edirsiniz? Zorun qarşısında susursunuz. Bu varislik borcunuz deyir, unudulurmu? Tolstoyun Pushkinə sizə irs qoyduğu həqiqət buydumu? Bizə qarşı olan qəzəb nədir? Səbəb nədir? Məncə bu Tolstoyun, Pushkinin məsələsi deyil. Bu məhz Dostoyevskinin məsələsidir ki, Karamazov qardaşlarında yəqin ki, görmüsünüz, türklərə böyük bir nifrət bəsləyirdi Dostoyevski. Tək türklərə də yox, onu da deyimsə, Avropalılara da nifrət eləyirdi. O sadəcə öz irqindən olan ruslara tərəfdarı idi, amma bəzən rusların da qüsurlarını deyirdi. Tək o deyildi. Elə bu siyasətlərin çoxu da onların Dostoyevskinin ideallarıyla yaşamasıdır, Qızıldənizlərə qədər enmək məsələsi. Məhz onları beyinlərində, ürəklərində saxlayıb Tolstoyun, Pushkin dediklərini bayraq edirdilər güya. Eşq olsun hissəsində nə var? Eşq olsun sizə hissəsində isə artıq, baxın, şəhid oldular mı? Yadda saxlayırsınız. Təzadlar içərisində ikinci hissədir. Birinci hissə
Nə istəyir bu millət? Birinci nə istəyir bu millət? Yəni birinci nə olacaq? Birinci dirçəliş olacaq. Daha sonra bu dirçəlişə görə qırğın törədiləcək təzadlar içərisində. Daha sonra nə olacaq? Müəllif şəhidləri təqdir eləyəcək, tərifləyəcək. Eşq olsun sizə. Bəzən öz-özümə düşünürəm mən, nahaq şəhid oldu bizim cavanlar, ömrü ucuz verdi, bir iş görmədən boş yerə ölməyin nə mənası var? Sonra düşünürəm, onlar qorxmadan cumdular ölümün üstünə belə. Bir iş görmədilər yaşayan zaman, qəhrəman oldular ölümləri ilə. Yəni cavanlar nahaq yerə şəhid oldu. Burada müəllif öz fikrinə, özü ziddiyyətinə yanaşır. Yəni deyir ki, belə deyək də, nahaq yerə öldülər. Sonra deyir ki, yox, onlar öz ölümləri ilə şərəfli bir iş görüblər də. Daha sonra fikrindən daşınır. Öz fikrinə ziddiyyətli yanaşmaq həm də Qaytar ana borcunun şeirində var. O deyir ki, Qaytar ana borcu şeirində, ana borcunun şeirində deyir ki, gərək belə bir oğlu bilsəydi əgər böyütməzdi oğlunu. Sonra deyir ki, yox, bunu yandım dedim. Yenə atmazdı onu. Burada bizim qüvvəmiz ağla söykənir. Qüvvə daşı əzər ağıl qüvvəni. Sonra düşünürəm ki, onlar qorxmadan ölümün üstünə gedirlər. Yaşarkən bir iş görmürlər, amma ölümləri ilə qəhrəman olurlar. Onlar əlimizdən alınan haqqı bildirdilər. Millətin qəlbinə qəsdən salınan qorxunu, iblisi öldürürlər. Burada qazancımız nə olur? İki məsələ. Qorxu xəndəyindən körpə atdıq, şübhədən qurtulub imana çatdıq. Gəlin indi o hissəyə baxaq. Deyir, bizim əlimizdən çoxdan alınmış haqqı bu dünyaya bildirdi onlar. Millətin qəlbinə qəsdən salmış qorxu iblisini öldürdü onlar. O gecə dağlardan enən sel təki qəzəbdən köpürüb daşdı millətim. O şənbə gecəsi ürəyindəki qorxu hasarını aşdı millətim. Yəni şübhədən qurtulub imana çatdıq. Deməyək ki, onlar boş yerə candan keçiblər. Onlar şəhid olaraq millətimizə cəsarət dərsini təlim keçiblər. Bəlkə də şəhidlərin müqəddəs qanı sabahımızın behidir. Millət soyula susur, yatır, qurban verə-verə oyanır. Bugündən sabaha körpü salmasa, xəyal bir çiçək də bitirə bilməz. O, bir qeyd eləyim, deməli, dilək də, bir arzu da, dilək də yetirə bilməz hissəsi də var idi. O isə İstiqlal poemasındaydı. Bugündən sabaha körpü salmasa, xəyal bir çiçək də bitirə bilməz. Şəhidlərin qanı ilə suvarılmasa, azadlıq ağacı bar verə bilməz. Deməli, bugündən sabaha körpü salmasa, xəyal bir çiçək də bitirə bilməz. Sabaha ümidli olmalıyıq, sabaha ümidlə yaşamalıyıq. Azadlıq ağacı da bar verə bilməz, şəhidlər qanı ilə suvarılmasa. Deməli, baxıb sinələrdən axan al qana, buludlar kişnədi, göy qan ağladı. O şənbə gecəsi vətən başına, elə vətən boyda qara bağladı. Azadlıq verilmir, alınır, dayan. Onun elçisi də ölüm, qanqada. Ölümə, cəfaya hazır olmayan millət hazır deyil azadlığa da. Bu, Səsli Qız əsərində də var əslində. Azadlıq elə belə alınmır, amma həqiqi azadlıqdan söhbət gedir. Düzdür, orada Sara Qalib Şahı öldürdü, amma ondan sonra gələn azadlıq belə əsl azadlıq deyildi. Çünki hələ də qarınlarını təbil edən, dolduran insanların dövrü, gələcəkdir, dövrüydü. Yəni hələ də əsl azadlıq xalqın xoşbəxtliyidir, xalqın rifahıdır. O azadlıq yoxdursa, o yenə azadlıq deyil. Bilmirəm, başa sala bildimmi fikrimi? Deməli, yalın əllər ilə tanklar üstünə atılan cavanlar, eşq olsun sizə. Siz təsdiq etdiniz azadlığın da halal olduğunu millətimizə. Haqqıdır, haqqa tapan millətimin İstiqlal poeması ilə bənzədə bilərik. Şəhid rütbəsinə qalxan cavanlar, sinəsi hər zülmə qalxan cavanlar. Böyük Nəsiminin, Ulu Babəkin, Nəsiminin, Babəkin adı Xəyr Rızaoğlu Türkün Qaytar mənim qüdrətimi Azərbaycan əsərində də var idi. Xeyir duasını aldı o gecə, zamandan irəli sıçrayıb yəqin, tarix tək qaldı o gecə. Zamandan irəli sıçrayır burada. Deməli, 2 əsrə yaxın olan Babək, Cavad xan, məzardan qalxır. Bunlar da var əsas hissədə, amma mən dərslikdə olan hissədən deyirəm sizə. Millətimizi tanıya bilmirlər, onlar görürlər ki, dağ düzə, göy yerə imiş və onlardan kölələr, qullar törəmişdi. Babək fərəhlə qəbirdən qalxır, hər igidin gözündə özünü görür. Ələ öyrədilən hər körpə quzu Babəkin varisi olduğumuzu dünyaya göstərir. Adımız bütün dünyanı dolaşır, axımız qara yozulur. O şənbə gecəsi vətən başına ilə vətən boyda qara bağlayır. Hər şərə böhtana dözür, hər dərdi şəkər kimi yeyir. Azadlığın elçisi ölüm, qan qadadır. Yəni, azadlığı gətirən bunlardır da. O gecə şəhid olanlar Böyük Nəsiminin, Ulu Babəkin xeyir duasını alırlar. Daha sonra müəllif Ulu Segahdan danışır. Ulu Segahda da şəhidin fəryadından yeni bir güşə açılar deyir. Həmin o güşədə güllə səsləri, tarım pərdəsində qəmin nəfəsi, zülmün tüğyanı, haqqın həqiqətin zülmə üsyanı var. Burada Ramizə müraciət olunur. Onun çaldığı qoca tarda pərdələr təzə güllər bitirib.
və şəhid anasına təsəlli versin, təzə yaratdığın xal haqqın fəryadını dilə gətirsin deyir. Xal orada tarın xalından söhbət gedir. Quşqul müxəmməsində də tar məsələsi var idi. Bu hissəyə qədər yəqin ki, hər şey aydın oldu sizə. Bundan sonraki hissə, ikinci hissə gəlir, matəm mərasimi. Deməli, xalqımızın bu qəsbkarlara qarşı belə bir məsələsi var idi. Biz öz səsimizi bir sözlə duyururuq. Amma necə duyururuq? İşə getməyərək, tətillər eləyərək və 40 gün yas saxlayaraq, ölənlərin yasını saxlayaraq Sovet rejiminə öz etirazımızı bildirə bilmişik bu şəkildə, səssiz bir şəkildə. Knut Hamsun idi deyəsən, səhv eləmirəmsə. Knut Hamsunun öz millətinə qarşı, öz dövlətinə qarşı satqınlığı var idi. Onun əsərlərini də səssiz bir şəkildə yaşadığı evin qabağına gətirirlər və qoyurlar. Hamısı, yəni heç nə demədən, heç bir söz demədən. Bəzən sakit qalmaq belə özü bir etiraz şəklidir. Onlar da bu şəkildə Knut Hamsuna etiraz edirlər. Knut Hamsun bunu görürdü. Elə ona qarşı ediləni, yəni kitablarının gətirilib qapısının ağzında qoyulmağını görürdü. Yəni biz artıq sən bizə lazım deyilsən, sən bizə maraqlı deyilsən. Sən çünki satqınsan, xainsən. Ona görə də nə edirlər? Etiraz edirlər bu formada. O etirazın bir şəklidir. Bizim də etirazımız necə idi? 40 gün ərzində işə getmirik. 20 yanvar hadisələrindən sonra. Matəm mərasimində xalq zülmün şərinə dözsə də, gözlərində kin, nifrət yatır. Tabutları çiyinlərinə alaraq bu vəhşiliyi, cinayəti Allaha göstərirlər. Yenə Allaha müraciət eləyir. Siz 20 yanvar şəhidlərinin yəqin ki, dəfn edilmə mərasimini görmüsünüz televiziyada, xəbər saytlarında, YouTube'da falan görmüsünüz. Baxmamısınızsa baxın mütləq. Orada görəcəksiniz ki, nə qədər insan o şəhidləri daşıyır. Yəni adam əlindən tərpənməyə yer yoxdur. İynə atsan yerə düşməz və o şəhidlər də sanki qırmızı tabutlarda aparılır və orada sanki nəyə bənzədilir? İndi ona baxacağıq. Bu hissədə var, onu özüm demək istəmirəm, spoiler vermək istəmirəm. Qəzəb şimşəyindən hər baxış nida, hər üzdə, hər gözdə bir sual ağlar. İnsan dənizinin dalğalarında üzür asta-asta tabut qayıqlar. Baxın, tabuta qayığa bənzədir. Xalq dözə bilsə də, zülmün şərinə yanır gözlərində kini, nifrət. O isə mən sizə göstərmək istəyirəm. 20 yanvar şəhidləri. Şəhidləri. Dəfn mərasimi yazaq. Dəfni. Baxın. Baxın, bu insanlardır və bunlar da tabutlardır. Görün nə qədər insan var. Hökumət evinin qarşısıdır bura. Azadlıq meydanı. Görün nə qədər insan var və bu qırmızı tabutlardır. Baxın, bu hissədə də görə bilərsiniz. Maşınlardır bunlar. Tabut deyil. Davam eləyək. Deməli, insan dənizinin dalğalarında üzür asta-asta tabut qayıqlar. Xalq dözə bilsə də zülmün şərinə yanır gözlərində kin, nifrət. Yəni, dözə bilsə belə gözlərində nə var? Nifrət var. Kin var. Alıb tabutları çiyinlərinə Allaha göstərir bu cinayəti. Qızıl qərənfillər əllərdə min şəhidlər önündə bir an dondular. Fədakar oğullar Rəsulzadənin bayrağı altında dəfn olundular. Üç rəngli bayraq Rəsulzadənin bayrağı olaraq təqdim edilir. Üç rəngli bayraq. Demək ki, gəmilər burada yenə orijinal hissədə Allaha müraciət eləyir və deyir ki, göylərin həqiqəti budurmu? Gəmilər qara buluddan fit verir. Göylər matəmə bayraq endirir. Qarşıda şeyximiz, orada Vaqif dramında da şeyxin obrazı var, şeyx obrazı. Arxada millət dayanıb. Sabah ədalət bərpa olunsa da bu şəhidin dağı qəlbimizdən getməz. Bu elin matəmindən, elin kədərindən şeyxin beli bükülüb. İçimizdəki kədəri boğaq ki, bu yük bizi boğmasın. İzdiham meydandan Dağüstü parka, Açıq kitab romanında da Dağüstü parkın adı çəkilir və yeriyir. 18-ci ildə şəhid düşənlər bir zaman burada haqqa tapşırılır və qonşularımız o zaman bizdən kam alaraq bizi arxamızdan vururlar. Erməninin əli ilə burada park salaraq şəhidləri bizə unutdururlar. Fədakar oğullar Rəsulzadənin bayrağı altında, yəni bunlar dediklərim hissələr sırf orijinaldadır. Bu hissələrdə yoxdur onlar. Baxın, bu hissədə yoxdur. Bu hissədə qeyd elədiyim yoxdur.
Fədakar oğullar Rəsulzadənin bayrağı altında dəfn olunurlar. Qəm-kədər qeyrətimizə heç zaman sığışmayıb. Torpağa getmək, bayraq altında yaşamaq qədər şərəflidir. Göy və yer də bir anlığa sükuta dalır. 18-də ölən köhnə şəhidlər təzə şəhidləri bağrına basır. Şəhər aşağıdadır, amma bir baxın ki, onlar bizdən yuxarıda dəfn olundular. Axı biz nə etmişdik hissəsinə gəlincə, axı biz nə etmişdik? Şəhidlər xiyabanı. Şəhidlər xiyabanının görüntüsü müəllifi təbii ki, kədər hisslərini oyadır. Bu hər kəsdə kədər hissi oyadacaq. Şəhidlərin o sırayla düzülüşü, qəbirlərinin yan-yana olmağı, 1918-də şəhid olanların üstündə dəfn olunmağı, bunlar insana, ən qansız insana belə çox pis təsir edir. Şəhidlərimizin o vəziyyətləri. Yəni ruslar da bəlkə də gedir ora. Heç görürsən düşünürlər ki, bizim əcdadlarımız nə ediblər? Hansı səhvləri ediblər? Heç görürsən bunu sual verirlər. 18-ci ildə şəhid düşənlər bir zamanlar burada haqqa tapşırılır. Qonşularımız o zaman bizdən kam alırlar. Bunu dedim, bu hissələr dedim. Deməli, qəm-kədər qeyrətimizə heç zaman sığışmayıb. Torpağa getmək, bayraq altında yaşamaq qədər şərəflidir. 18-ci ildə ölən köhnə şəhidlər təzə şəhidləri bağrına basır. Şəhər aşağıdadır, amma bir baxın ki, onlar bizdən yuxarıda dəfn oldular deyirdi. Axı biz nə etmişdik hissəsində isə şəhidlər xiyabanında məzarlar dilə gəlir. Axı biz nə etmişdik? Bu iddiam bu sual səslənir. Axı biz nə etmişdik? Şəhidlərin birləşən hər yaşında, Fərizənin İlhamın çırağı söndürülən komasında bu sual səslənir. Ağsaqqal babaların, ağbirçək nənələrin duasında səslənir. Məktəbli Larisa'nın qara lentə tutulan partasında səslənir. İlqarla Larisa ən kiçik yaşda şəhid olan uşaqlardır. Günahsız qurbanların başdaşında səslənir. Qurbanların körpə balalarının dünyadan haqq istəyən göz yaşında səslənir. Qocaman bir millətin dodağında səslənir. Sərvəti talan olan, düz sözü yalan olan böyük məmləkətin göy gölündə səslənir. Bunlar hamısı nə etmişdik sualını verir dediklərim. Bu sual bütün dünyanı gəzir. Hətta qəzetlərdə yazırlar. 1000 yerə yazırlar. Qaynaqdan bulandıran elə bulandırdı ki, nə suyumuz duruldu, nə də suala cavab verən oldu. Bu sual səslənmədi. Bəs hansı suallar səslənməyib, o sualları burada verməyib, amma orijinalda yenə var bu. Deməli, bu suallar səslənmir. Qırın əmri verənin qulağında, vaxtı bildirən qocaman Kremlin dırnaqarası zəngində. Bunlar yəni, həmən bu suallar, axı biz nə etmişdik sualı, bunlar da səslənmir. Qırın əmri verənin qulağında, vaxtı bildirən qocaman Kremlin zəngində. Bir millətin axı biz nə etmişdik deyən haqq səsini boğurlar. Şəhidlərin qanı ilə qatilə marşal vəsiyyəsini yazırlar. Biri əmr eləyir, digəri qırır. Silahsız adamlar günahsız yerə yanıb sönürlər. Biz qatillərə cəza istəyirdik. Amma ikisi də rütbələnir. Qırana marşal rütbəsinə əsr eləyirlər, qırdırana da prezident taxtına çıxarırlar. Yəni əksinə, tamam bizim istəklərimizin əksinə olaraq onları cəzalandırmaq əvəzinə dayda mükafatlandırırlar. Əgər kim qırdırıb, kim prezident olub bilmək istəyirsinizsə, qırdıran Yazovdur. Hərbi əməliyyatlara o başçılıq eləyirdi. Daha doğrusu hərbi əməliyyata başçılıq eləyən qırana marşal rütbəsi verirlər, yəni Yazova. Qırdıran isə prezident idi. Kim idi prezident taxtına çıxan? Qarbaçov.